Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə imamil mursalin və alə alihi və ashabihi əcməin. Əmmə bə'du, selamu aleykum və rahmetullahi və barakatuh. Ümdətül Fiqh kitabının qiraətinə davam edirik. Bu ikinci dərsimizdir. Bugün inşallah müəllif İbn Qudam rahimehullahın kitaba verdiyi müqəddiməni oxuyacağıq və birinci bölməni də təharət bölməsinə də giriş edəcəyik inşallah. Müəllif rahimehullah, Allah subhanahu wa ta'ala həmd və sənalar və onun elçisi Muhammed sallallahu aleyhi və səlləmə salat və salam çəkdikdən sonra müqəddiməyə keçir. Buyurur ki, bu fiqh elminə dair bir kitabdır ki, onu bacardığım qədər qısaltdım və yalnız bir görüşü, rəyi əsas götürdüm ki, onu oxuyan üçün əsas qaynaq olsun və müxtəlif görüşlər və rəvayətlər səbəbilə doğru olan fikir onda qarışıq qalmasın. Bu kitabın ən gözəl özəlliklərindən biridir ki, bu kitab müxtəsərdir və bu kitab bir rəy, hər hansı bir fikri məsələ ilə əlaqəli müəllif bir rəyi zikr edir. Yəni müəllif burada digər kitablarında etdiyi kimi etməyib. Məsələn, Əl-Kafidə və yaxud Muğnidə orada hər hansı bir fikri məsələ ilə əlaqəli məzhəbdə olan bir çox rəyləri qeyd etməsi, bir çox ixtilafları qeyd etməsi, burada bunları müəllif etmir. Və keçən dərsimizdə dediyimiz kimi də bu kitab İmam Əhməd rahimehullahın məzhəbini təmsil edən mötəbər fiqhi mətnlərdən biridir. Və biz də eynən müəllifin bu kitabda tutduğu metodu dərslərimizdə tutacağıq və ona görə də bizim hər keçəcəyimiz dərs 20 dəqiqədən artıq olmayacaq və çalışacağıq ki, hər dərsdə 1, 2, ən uzağı 3 fiqhi məsələ qeyd edək. Yəni, bunun səbəbi nədir? Bunun səbəbi odur ki, məqsəd İmam Əhməd rahimehullah məzhəbinə dair ən mötəbər fiqhi mətnlərindən birini başa düşmək və onun içindəkilərini anlamaq və ona əməl etmək. Bundan da ötəri ən əlverişli usul odur ki, mətin götürəcəyimiz fiqhi mətin müxtəsər olsun, bir rəy üzərində olsun və bu barədə keçilən dərslər də müddəti az, dərs əsnasında keçilən fiqhi məsələlər də nə olsun? Sayı az olsun. Yəni, belə etməyəcəyik ki, bir dərsdə 20 dəqiqənin içərisində və yaxud yarım saat dərs çəkib, 40 dəqiqə dərs çəkib, içərisində 10, 15, 20 fiqhi məsələ birdən ərz etməyəcəyik. Belə olduğu halda dərsə müşahidə eləyən insan da, fiqhi öyrənmək istəyən insan da video qurtardıqdan sonra elə də böyük nəticə əldə etmir. Amma əksinə, videonun müddəti az olduqda və fiqhi məsələlər sayı az şəkildə təqdim olunduqda bu daha faydalı olur. Sonra müəllif rahimehullah buyurur ki, bəzi dostlarımız bu kitabı qısaldıb sadələşdirməyimi istədi ki, öyrənənlərə daha münasib, tələbələr üçün isə onu əzbərləmək asan olsun. Bəli, həqiqətən də elədir. Bu kitabın müxtəsərliyi nəyə imkan verir? Bu kitabı Quranı əzbərlədiyimiz kimi, Rasulullah sallallahu aleyhi və səlləmin hədislərini əzbərlədiyimiz kimi, bu kitabın müxtəsərliyi bizə imkan verir ki, biz nə edək? Bu mətni əzbərləyik. Ona görə də dərsimizdə tutduğumuz metodlardan, mənhəclərdən biri odur ki, biz hər dərsimizdə müəllifin kitabından oxuyacağımız mətni, hissəni doğru, dürüst, tərcümə olmuş şəkildə ərz edəcəyik və bu dərsə müşahidə edən insan hər dəfə müəllifin sözlərini özündə qeyd edib və ya hər hansı bir yerə müzəkkirə kimi özündə saxlaya bilər və yaxud saxladıqdan sonra onu əzbərləyə də bilər. Sonra müəllif buyurur ki, Allahın köməyi ilə ona ixlasla yaxınlaşmaq və onun əzəmətli rizasına çatmaq üçün mən bu istəyə cavab verdim. Allah bizə yetər və ona gözəl vəkildir. Yəni, müəllifdən xahiş edilən, rica edilən şeyi müəllif Allah xətrinə bunu yerinə yetirib. Sonra buyurur ki, bu kitaba bərəkət əldə etmək və səhihliyinə etimad üçün səhih doğru hədislər daxil etdim və onları səhih hədis mənbələrindən götürdüm ki, ayrıca isnad qeyd etməyə də ehtiyac görülməsin.
Yəni, bu da onu göstərir ki, müəllif rahimehullah burada gətirdiyi, qeyd etdiyi hədislər hamısı nədir? Səhih mənbələrdən qeyd olunur ki, əlavə hədisin səhihliyi ilə və qeyri-səhihliyi ilə məşğul oxuyan insanı məşğul etməmək üçün səhih mənbələrdən müəllif hədislər qoyub ki, bu da bir növ kitabın müxtəsər olmasına yardım edir. Sonra müəllif rahimehullah buyurur ki, birinci bölməyə keçir. O da nədir? Kitab-ut Taharati Babu Ahkamil Miyah. Taharət kitabı, taharət bölməsi, suyun əhkamları haqqında bölmə. Birinci kitab nədir? Taharət kitabıdır və həmin taharət kitabının da ən birinci bölməsi nədir? Babu Ahkamil Miyah. Suların hökmləri haqqında bölmə, suların hökmləri haqqında başlıq. Müəllif kitabı təharət bölməsi ilə başladı. Təharət də su ilə hasıl olduğu üçün bu bölmədə ilk öncə suların hökmündən söz açdı müəllif rahimehullah. Qədim alimlərə gəldikdə isə onların ilk başlatdığı, öz kitablarında ilk başlatdığı bölmə təvhid olardı həmişə. Misal olaraq İmam Buxari və Müslim kimi imamları örnək çəkmək olar. Hər ikisi də öz səhih əsərlərində öz kitablarını iman bölməsi ilə, yəni əqidə bölməsi ilə başlayır. Həqiqətən də, yəni keçmiş kitablarda uzun idi. Qədim ilkin dövrlərdə yazılan kitablarda ilk öncə hansı bab gəlirdi? İman babı, yəni etiqad babı gəlirdi. Yəni nə fayda ki, sən fiqhi babların, fiqhi bölmələrin, fiqhi kitabların hamısını da mahir olursan, namaz kitabı, oruz kitabı, zəkat kitabı, nəzasət babı və yaxud sular babı, muamələtlər babı, bunların hamısında mahir olursan, lakin əqidə məsələsində isə böyük xələlliklərə yol verirsən. Bu baş verməsin deyənə, ona görə də ilkin dönəmdə yaşayan alimlər kitablarını ilk öncə etiqadla başlayardılar. Və buna bariz nümunə də Buxari və Müslim, İmam Buxari və Müslimin öz səhih əsərlərində, öz kitablarında ilk açdıqları bab nə idi? İman babı, yəni etiqad bölməsi, etiqad babı idi. Hər ikisi də öz səhih əsərlərini iman babı ilə, yəni etiqad babı ilə başlamışdı. Lakin orta əsrlərdə və ya daha müasir zamanlarda bir çox müəlliflərin öz kitablarında yalnız fiqhdən söz açmaları təvhidin öyrənilməsində əksər insanlar qatında etiqad mövzusunda nöqsana yol açdı. Bir çox insanlar fiqhi mövzuda mahir olmalarına baxmayaraq etiqad məsələlərində isə yanlışlıqlara yol verdi. Məsələ buna görə də Şeyx Muhammed ibn Abdülvahhab rahimehullah daim öz müxaliflərinə deyərdi ki, kaş ki onlar fiqhi tədris etdikləri kimi təvhidi də eyni bu cür tədris edərdilər. Deməli, biz müəllif rahimehullahın kitabından müqəddiməni oxuduq və keçən dərsimizdə də söz verdiyimiz kimi kitabdan oxuduğumuz mətnlə əlaqəli, kitabdan nə ki, hansı miqdarda ki, müəllifin kitabından oxuyacağıq, mətndən hansı hissəni götürəcəyik, şərh etdikdən sonra o mətn, o bölmə tam bitdikdən sonra o bölmə ilə əlaqəli test şəklində suallar verəcəyik. Ona görə biz hal-hazırda mətni oxuduq, ona görə də mətnə dair suallar verəcəyik. Deməli, birinci sual odur ki, Umdetül Fiqh kitabının müəllifi kimdir? A variantı İmam Bəhuddin Əl-Məqdisi, B variantı İmam İbn Qudamə Əl-Məqdisi, C variantı İmam Əbdülğani Əl-Məqdisi. İkinci sual. Umdetül Fiqh kitabının fiqhi rəylərin qeydində usulu, mənhəci nə edir? Umdetül Fiqh kitabının fiqhi rəylərin qeydində, fiqhi rəylərin təqdim etməsində usulu, mənhəci nə edir? A variant. Məzhəb daxilində rəvayətləri qeyd edir və hansının daha doğru olduğunu açıqlayır. B variantı. Ali, yəni daha böyük ixtilafı
və məzhəbin ixtilafını qeyd edir və doğru olanı göstərir. C variantı yalnız bir rəy ilə, bir görüş ilə kifayətlənir. Üçüncü sual. Umdetül Fiqh kitabı hansı məzhəbin kitabıdır? A variantı Məliklərin, B variantı Şafilərin, C variantı isə Həmbəllərin. Və sonuncu, dördüncü sual, o da nədir? Umdetül Fiqh kitabının mətninə dair, Umdetül Fiqh kitabının mətninə dair A variantı müəllifi ona səhih hədislər daxil etmişdir. B variantı yalnız ayələrlə istidlala yer vermişdir. C variantı isə müxtəsər olması üçün kitabı hədislərdən təcrid etmiş, yəni kitabdan hədisləri çıxartmışdır. Və bu suallarla artıq sən bugünkü dərsdən hansı miqdarda faydalanmağını özün-özündə təyin edəcəksən. Bu miqdarla kifayətlənək. Doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.